Və qeyd edim ki, bugünə qədər hədəf yalnız akademik nailiyyətlərlə deyil, həm də yaradıcılıq, texnologiya və idman sahələrində əldə etdiyi uğurları ilə həm ölkəmizdə, həmçinin də idman deməli, qeyd edim ki, həm ölkəmizdə yaradıcılıq, texnologiya və idman sahələrində əldə etdiyi uğurları ilə ölkəmizi beynəlxalq arenada da tanıdıq və bu inkişaf yolunda liseyin pedaqoji heyəti və balabilgələri böyük zəhmət və sədaqətlə çalışıblar. Bugün burada biz təkcə hədəfin keçmişini xatırlamırıq. Qeyd edim ki, həm də onun gələcəyini görürük. Hədəf Stars kampusunun təsis edilməsi, təhsil və elmdə daha yüksək mərtəbələrə qalxmaq niyyətimizin ən bariz sübutudur. Əziz dostlar, bu uğurların başlıca memarı, Hədəf liseyinin qurucusu və Hədəf konseptinin müəllifi, təhsil sahəsində uzun müddətli fəaliyyəti, yaradıcı yanaşmaları və elmi praktiki töhfələri ilə gənc nəslin formalaşmasına böyük dəstək verən dəyərli şəxsiyyət Şəmil Sadiqdir. Böyük hörmət və ehtiramla, sizlərin alqışlarınızla Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri, fəlsəfə doktoru, dosent Şəmil Sadiqi mən artıq səhnəyə dəvət etmişəm. Xoş gördük. Təşəkkür edirəm, çox sağ olun. Dəyərli millət vəkillərim, hörmətli Təhsil Nazirliyinin Elm İnkişaf Fondunun rəhbəri, əziz Türkiyədən gələn Nəsibə Aydın okullarının 20-dən çox direktoru və qurucusu Nəsibə xanım, dəyərli qonaqlarımız, hörmətli şairimiz Rüstəm müəllim, böyük yazarımız və jurnalistimiz Elçin müəllim, öz elmin populyarlaşmasında bizə həmişə bilikləri ilə dəstək verən İbrahim bəy, dəyərli qonağımız son zamanların fenomeni olan Sinan Canan bəy, Mirkan bəy, hər birinizə xoş gəlmisiniz deyirəm. Yəqin ki, təsəvvür edirsiniz mən nə qədər həyəcanlıyam. Son 3 ayda bu prosesi çatdırmaq və yekunlaşdırmaq üçün çox bir komanda olaraq zəhmət çəkildi və bugün son mərhələsidir və əmin edirəm ki, başlayan bu yol yolumuzdur, yolumuzdur dediyimiz ulularımızın, böyüklərimizin, ulu öndərimizin yolu, ölkəmizin, millətimizin gələcəyi üçün çıxdığımız təhsil yolu faydalı olacaq. Məhz bu yoldan yayınmayacaq. Məqsədimiz, hədəfimiz bilgi Azərbaycanlı, millətinə və dövlətinə sədaqətli, vicdanlı və ədalətli insanlar yetişdirməkdir. Mən hədəf haqqında çox danışmayacağım, çünki əksəriyyət bu şirkətin artıq 20 ildir fəaliyyəti ilə tanışdır. Gördüyümüz işlər, attığımız addımlar, başladığımız proseslər məncə bunun canlı nümunəsidir, canlı şahididir. Və Bilgə Robot deyə biz bunu dəvət elədik. Bu qədər anti-reklamı görməmişdim ki, səhnəci nümayəndələri sağ olsunlar. Yetərincə onu gözdən saldılar. Amma məqsəd gənclərimizin cəmiyyətə atılması, gələcək fəaliyyətinin qurulması üçün dünyanın trendləri ilə, yeni texnologiya resursları ilə tanış olmaq, onlarla təmasda olmaq, görərək, toxunaraq, edərək prinsipi ilə təhsil almaqdır. Çünki artıq dünyada təhsildə nəzəriyyələr dövrü o qədər də uğurlu deyil. Praktik və təcrübə çox önəmlidir. Ona görə də Hədəf liseyi açıldığı gündən biz istəyam fəlsəfəsi ilə, istəyam yanaşması ilə yola çıxdıq və məhz uşaqlarımızın praktik bacarıqlarının, ümumiyyətlə həyati bacarıqlar formalaşması üçün, onların gələcəkdə elmə toxunaraq bu proses ilə tanış olması üçün əlimizdən gələn eləməyə çalışırıq və əminəm və görürəm keçdiyimiz bu yollar bizi doğru yol aparmış olur. Sizlərə minnətdaram, çox sağ olun. Bu zamanda bizim yanımızda olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Çünki bir iş, bəlkə də həmişə deyirlər, bir yaxşı iş mənim adıma bağlana bilər. Xanım da çox təriflədi, qurucu dedi. Amma son 3 ay və son 1 həftə, son yarım saat bu həyətdə nələrin baş verdiyini siz görsəz, gecələr yuxuma girir ki, mən bu əməkdaşlara necə təşəkkür edəcəm, bunların qədrini necə biləcəm, onlara necə minnətdarlığımı bildirəcəm. Çünki ən son ana qədər müdüründən, xadiməsindən, müəllimindən, yəni bilgəsindən, bala bilgəsindən hər kəs prosesin içərisində idi və hər kəs bu işin daha yaxşı həyata keçməsi üçün əlindən gələn eləmiş oldu. Sevindiricidir, qürurlanıram cəmiyyətimizə belə bir gönüş həyat ilə təqdim edəcəyimiz bir məktəb təqdim edirik. Bu məktəbin hazırlanmasında təqribən 3 aylıq bir proses var
bu binanın sahibi, əziz dostumuz, ağsaqqalımız Şahin müəllimə minnətdarlığımı bildirirəm. Çox qısa zamanda biz bunu təhsilinə çatdıra bildik. Çünki bilirsiniz, həm bunun avadanlıqları var, həm bunların yerləşdirilməsi var, həm sistemin formalaşdırılması. Məktəbimiz, bu binamız IB təhsil ilə fəaliyyət göstərəcək. Hədəf bir Cambridge məktəbidir indiyə qədər. Digər binalarımız həm regionumuz üçün, həm də ümumiyyətlə məktəbimizin fərqli bir beynəlxalq əlaqələri üçün IB təhsili ilə başlayacağıq. Bu yolda ən çox dəstəyi aldığım Nəsibə Aydın okullarından ki, artıq biz bir ildir qardaş məktəbik. Başda Nəsibə hocam olmaq ilə, həmçinin Mirkan bəy Aydın olmaq ilə çox ciddi dəstək aldıq. Hətta onlardan bir müdür transfer elədik və Şəmsəddin hoca bu filialın rəhbəri olaraq fəaliyyətə başladı. Qardaşlığımızın möhkəmləşməsi, birləşməsi üçün iç-içə olmağımız lazımdır. Çünki Türkiyə, Azərbaycan birləşəcəksə, güclü olacaqsa, Türk dünyası möhkəmlənəcək. Turan deyəcəyik, birliyini, Turanın təhsildə, elmdə birliyini sübut eləyə biləcəyik. Mən sizləri çox yormuram. Dəyərli ziyalılarımızın təbriklərini, xoş sözlərini, hətta tövsiyələrini eşitmək üçün səbirsizliklə gözləyirik və yəqin ki, birazdan da böyük bir konsertimiz başlayacaq. Onu da deyim, güvənirəm, əminmişəm həmişə yaxşı iş gördüyün təqdirdə əmin olursan. Son bir həftə hər kəs yağış yağacaq deyə mənə zəng eləyir, mesaj atır, nə bilim, hava haqqında məlumat verir. Amma son Şahin müəllim otağında Mirkan bəylə yağmayacaq dedim, hətta gün çıxacaq dedim, hava sərin olacaq dedim. Narahatçılıq var, nə eləyəcəyik? Dünən dedilər, bəlkə təcili bir çadır quraq bura. Ona da yox dedim. Hər ikisi Şahin müəllimə, Mirkan bəy mənə qonaqlıq söz verdilər. Yağış yağmasa qonaqlıq bizdəndir. Xoş gəlmisiniz, xoş istirahətlər. Sağ olun. Təşəkkürümüzü bildiririk Şəmil bəy, minnətdarıq. Səmimi çıxışınız üçün xüsusi təşəkkürümüzü bildiririk.